Hı. Başqa. Müstəqil Azərbaycanın həyatında daha bir biabırçı vəziyyət yaşandı. Mən bələdiyyə seçkilərindən danışıram. Bu vaxta qədər məmurların özbaşınalığın, haramlığın, heç kimi saymamaqlarını çox görmüşdük. Amma bu bələdiyyə seçkiləri demək olar ki, bütün halları vurub keçdi. Mən ancaq faktlarla danışacağam. Azərbaycan Respublikasının Şabran rayonunda bələdiyyə seçkiləri keçirilir. Bələdiyyə seçkilərinə tam rəhbərliyi icra başçısı Novruz Novruzov öz üzərinə götürür və bələdiyyələri təyin eləməyə başlayır. Hətta Novruz Novruzov bələdiyyələrin namizədliyin belə dairə seçki komissiyasına özü verir. Kimlərin namizədliyini qəbul eləmək olar, kimlərin namizədliyini qəbul eləmək olmaz. Novruz Novruzov 8 ilə yaxındır ki, Dəvəçi rayonuna, indiki Şabran rayonuna başçı gəlib. Novruz Novruzov rayona gələndən indiyənə qədər rayon üçün heç bir iş görməyib. Novruz Novruzov rayona gələndən rayonda ətalət, korrupsiya halları artır və Novruz Novruzov da heç kimi tanımaq belə istəmir. Kimdir bu Novruz Novruzov? Keçək bələdiyyəyə. Pirəmsən kənd bələdiyyəsinin sədri 5 ildir bu vəzifədə işləyir. Turaç xanım. Novruz Novruzov təyin edib onu. Bu xanım bu dəfə bələdiyyə seçkilərinə namizədliyini verəndə kənd cəmaatı bundan soruşur ki, sən 5 ildə bu kənd üçün nə eləmsən ki, yenə də öz namizədliyi verirsən. Açıq cavab verir. Mən kənd üçün heç nə eləməmişəm. Məni siz seçməmisiniz ki, məni icra başçısı təyin edib. İşləmişəm, indi də icra başçısı təyin edəcək, işləyəcəyəm. Buyurun. Bu haldan sonra kənd cəmaatı, kənddən bir namizəd, 170 nəfərin imzası ilə Azərbaycan Respublikasının birinci xanımına müraciət edir. İcra başçısından və bələdiyyə rəhbərinin yaratmaz işindən şikayət edir. Mən yenə də deyirəm ki, məmurların harınlığı insanı dəhşətə gətirir. Turaç Taha qızı bu şikayətdən sonra qayıdır vətəndaşlara, sezicilərə ki, məndən Mehribana şikayət eləmişsiniz. Mehriban xanıma yox, birinci xanıma yox, məndən Mehribana şikayət eləmişsiniz. Mənə heç kim heç nə eləyə bilməz. Məni icra başçısı təyin edib, mən də bələdiyyə olacağam. Açıq etirafı var bu adamın, mən faktlarla danışıram. Mən pulunu vermişəm, mən bələdiyyə olmalıyam. Və nəticədə nə görürük? Nəticədə görürük ki, icra başçısı Novruz Novruzov, baxmayaraq ki, kənd sakinləri, vətəndaşlar, seçicilər birbaşa prezidentə müraciət edirlər, Mərkəzi Seçki Komissiyasına müraciət edirlər. Heç bir nəticə əldə olunmur. Novruz Novruzov açıq deyir. Kimə istəyirsiniz şikayət edin. Buranın ağası mənəm, mən necə istəyirəm elə də olacaq. Və nəticədə 170 nəfər seçicinin səsi ilə birinci xanıma müraciət edən namizəd 44 səs yığır. Turaç Taha qızı əlbəttə ki 190 səs yığır, 180 səs yığır və onun tərəfdarları ilə bir yerdə bunlar keçirlər bələdiyyəyə. Polis rəisi seçki günü rayona gəlir, polisləri ora təyin edir və deyir ki, seçkinin işinə qarışmıyor. Saat 7-yə qədər belə də davam edir. Saat 7-də birdən-birə qutunun açılmağına 5 dəqiqə qalmış. 20-dən çox polis tökülür məntəqəyə. Namizədləri baxmayaraq ki, onların saymağa yox, baxmağa, nəzarət eləməyə ixtiyarı var. Çıxardırlar bayıra, müşahidəçiləri yığırlar bir küncə, özləri də çıxıb dayanırlar bayırda və qutudan icra başçısının Turaç xanımın dediyinə görə ondan bir gün qabaq verdiyi siyahı
9 bələdiyyə üzvü çıxır. Bu bələdiyyə seçkiləridir. Novruz Novruzov. Kimdir bu Novruz Novruzov? Bu həmən Novruz Novruzovdur ki, bayaq dedim ki, bu adam 8 ilə yaxındır, rayona rəhbərlik eləyib, rayon üçün heç bir iş görməyib. Və bunun təyin elədiyi bələdiyyələr də heç bir iş görmür. Bu həmən Novruz Novruzovdur ki, rayonda Zərifə Əliyeva adına küçə 7 ilə yaxın bərbad vəziyyətdə qalır. Azərbaycan Respublikası Prezidentinin rayona gəlməyinə 10 gün qalmış. Novruz Novruzov o küçədən lövhəni çıxardır, Zərifə xanım Əliyevanın adına olan lövhəni. Aparır, biraz abad küçəyə vurur və oturur. Kimi anladır Novruz Novruzov? Azərbaycan Respublikası Prezidentinin. Kimi saymır Novruz Novruzov? Azərbaycan xalqı. Və kimə arxayındır bu Novruz Novruzov? Kimə arxayındır bu bələdiyyə ki, Respublikanın birinci xanımına belə sayğısızlığı göstərir? Və hara baxır bu dövlət orqanları? Bunun axırı hara gedir? Nə qədər bu xalqa ayaq silmiyorlar? Nə vaxta qədər bu məmurlar bu harımlıqların yerinə yetirəcəklər? Nə vaxta qədər bu məmurlar bu xalqın qanını soracaqlar? Kimə şikayət eləmiyorlar? Respublika Prezidentinə şikayət edir, cəmaət, icra başçısı deyir ki, mən burada ağayam, heç kimi tanımıram. Respublikanın birinci xanımına şikayət edir, adi bir bələdiyyə, gör nə qədər harınlayıb bu ki, Respublikanın birinci xanımına bunun göstərdiyi sayğısızlığa, hörmətsizliyə bax. Və hara baxır MSK? Mən başa düşə bilmirəm. Nə vaxta qədər bu Novruzovlar bu xalqın qanını içəcək və bunlara da heç nə olmayacaq. Mən Məzahir Pənahov özümü tutub deyərdim ki, Məzahir müəllim, çıxıb deyirsiniz ki, bələdiyyə seçkiləri keçirildi, hər şey yaxşıdır, şikayət yoxdur, filandır, bəs məkandır. Məzahir müəllim, əgər rüşvətlə və yaxud da hansısa məmurun dəstəyi ilə, köməyi ilə bələdiyyə təyin olunmaq seçkidirsə, onda Azərbaycanda bələdiyyə seçkiləri keçirildi. Əlbəttə ki, rüşvət və yaxud məmur dəstəyi iki yoldur, seçimdir. Bu da seçimdir. Mən sizə bir söz deyə bilərəm. Dünən keçirilən seçkidən sonra, bugün, bu da faktdır. Turac xanım çıxıb kənd cəmaatına qayıdır ki, bəs mən olmalıydım da bələdiyyə. Pulunu vermişəm, mən də olmalıydım. Bəs kim olmalıydı ki? Bələdiyyə seçkiləri keçirildi Məzahir müəllim. Mən sizi təbrik edirəm. Bu, Azərbaycanın bir bölgəsində, bir kənddə olan faktdır. Azərbaycanda nə qədər Novruzovlar var? Özünüz təsəvvür edin, özünüz fikirləşin. Kimə lazımdır bu seçkilər? Hələlik bu qədər.